Mövzumuz quru sulardır. İlk olaraq çaylardan başlayaq. Çay dedikdə, yer səthində təbii yaranan, özünə məxsus məcrası və yaxud da yatağı ilə yerin cazibə qüvvəsi nəticəsində yuxarıdan aşağıya doğru axan və hər hansı bir dənizə, gölə və yaxud da başqa bir çaya axıb tökülən mövsümi və yaxud da daimi axınlardır. Çay mövsüm keçəndə bəzi assosiasiyalar var ki, onları dəqiq bilməli və doğru yerində işlətməyi bacarmalıyıq ki, imtahanda qarşımıza belə bir uyğunlaşdırmalar və yaxud da təriflər çıxanda doğru yerdə düzgün şəkildə istifadə eləyə bilək. İlk olaraq başlayırıq su toplayıcı hövzədən. Hansı ki, su toplayıcı hövzə dedikdə, hər bir çayın qolları və onun özü ilə birlikdə tutduğu sahə nəzərdə tutulur. Bu əraziyə düşən bütün yağıntılar həmin çaya və onun qollarına axır. Və bir də su ayırıcı ifadəmiz var ki, nədir bu su ayırıcı? Çay hövzələrini bir-birindən ayıran şərti xəttə deyilir. Hansı ki, başqa bir su hövzəsinin, məsələn, burada bir su hövzəsi var və bir kənarda da başqa bir su hövzəsi varsa, həmin su hövzələrin bir-birindən ayıran həmin o yer, düzənlik, yayla adlanır su ayırıcı. Su ayırıcı həmişə dağlardan ya da düzənliklərin nisbətən hündür yerlərindən keçir. Yəni bu iki hövzənin arasında qalan hissə ya dağ, ya da hər hansı düzənliyin nisbətən hündür yeridir. İkinci keçəcəyimiz assosiasiya çay şəbəkəsinin sıxlığıdır. Bəs nədir çay şəbəkəsinin sıxlığı? Çayın təbii ki, uzunluğu var və həmin yerləşdiyi hövzənin sahəsi var. Uzunluğun hövzənin sahəsinə olan nisbətinə çay şəbəkəsinin sıxlığı deyilir. Bax, ərazidən axan çayların uzunluğunun onların hövzəsinin sahəsinə olan nisbəti çay şəbəkəsinin sıxlığı adlanır. Əgər biz misal və yaxud da məsələ həll edərkən sahəni uzunluğa bölsək, bu səhv olacaq. Ona görə də ilk olaraq uzunluğu tapmalı, daha sonra sahəyə bölməliyik. Çay şəbəkəsinin sıxlığı da iqlim və relyef şəraitindən asılıdır. Yağıntıların miqdarı, onların fəsillər üzrə paylanması, ərazinin meyilliyi çay şəbəkəsinin paylanmasına çox güclü təsir göstərir. İndi isə gəlin baxaq, çayda hansı anlayışlarımız var. İlk olaraq çayın başlandığı yerə baxmalıyıq. Çay hardan başlayır? Həmin yer adlanır mənbə. Çayın gəlib töküldüyü hissə isə adlanır mənsəb. Mənsəb iki cür ola bilir: delta, estuari. Əgər çay axdığı yerdə belə bir əyriliklər əmələ gətirirsə, həmin əyriliklər meandr adlanır və bəzən çay öz əyrilikləri ilə bir yerdə qırılır. Həmin o yerdə qalan hissə, su hövzəsi axmaz göl və yaxud da axmazlar adlanır. Çaya gəlib tökülən başqa kiçik qollar çayın qolları adlanır. Çayın qolları ilə özünün birləşdiyi yer qolların birləşməsi adlanır və əgər çayın üzərində hər hansı bir sərhəd çəkilibsə, həmin hissə bənd adlanır. İndi biz danışaq çayın mənsəbinin növlərindən. Hansı ki, imtahanlarda, yəni Dimini öz imtahanlarında, əvvəllər də TQDK-nın imtahanlarında ən çox saldığı suallardan biri bu idi. Deməli, əsas anlayışımız estuaridir. Dənizə doğru genişlənən qıfvari çay mənsəbidir. Əgər çay axırsa və hər hansı bir yerə tökülürsə, həmin yerdə qıfvari belə bir forma yaranırsa, bura estuari deyilir. Çünki bu hissədə çayın gəlib töküldüyü yerdə özü ilə gətirdiyi alluvial çöküntülər bura axıb dola bilmir. Hər hansı bir dəniz cərəyanı, küləklər, yəni nəsə varsa burada, o axıntını, çöküntünü götürüb buradan aparır və hətta bəzən dəniz çayın içinə belə girə bilir. Bu zaman yaranan həmin forma olur estuari. Estuarili çaylarımız hansılardır? Kongo, Parana, Müqəddəs Lavrenti, Sena, Reyn, Temza, hansı ki bunlar harda yerləşir? Yəni hansı hövzənindir? Atlantik okeanının. Şimal Buzlu okeanına aid olan Peçora, Ob, Yenisey, Sakit okeana aid olan Kolorado, Kolumbiya, Hind okeanına aid olan Zambezi və Murray çayları.
Dediyim kimi, estuarinin yaranma səbəbi çayın mənsəbində qabarma çəkilmə hadisəsinin olması, çayın yüksək axın sürətinə malik olması, həmçinin cərəyanların, yəni çayın mənsəbinin ətrafından cərəyanın keçməsidir. Amazon və Yansızı çayları həm delta, həm də estuari mənsəbli çaylardır. Bunları dəqiq yadda saxlamaq lazımdır. Davam edirik və budur estuarini şəkildə də görürsünüz. Davam edirik çayın deltasına gələk. Bəs bu delta nədir? İki şəkli belə qoyaq. Bura diqqət eləyin, baxın. Delta yaranan yerdə çöküntülər var. Yəni həmin çöküntülər gəlir, burada toplanır, yığılışır və deltanı əmələ gətirirlər. Delta özü bir Yunan hərfidir. Burada biraz səhv olundu. Belə. Və həqiqətən də ona bənzəyir. Ona görə də adını delta qoyurlar. Çayın mənsəbində qollara ayrılması çöküntünün toplanması deməkdir. Əsasən deltaya malik olan çaylar Nil, Niger, Yukon, Kür və s. ki, burada yazılıb, siz oxuyarsınız. Bəzi çaylarda deltanın olmamasının səbəbi isə mənsəbində qabarma çəkilmənin güclü olması, mənsəbə yaxın okean cərəyanlarının keçməsidir. Aha, deməli gəlib nəyə çıxdıq? Estuariya. Hansı ki biz yuxarıda estuarinin yaranması səbəb kimi nə çəkmişdik? Qabarma çəkilmənin güclü olması, mənsəbə yaxın okean cərəyanlarının keçməsi, çayın axım sürətinin güclü olması. Davam edirik, gəlirik çayın su sərfi məsələlərinə, hansı ki bu məsələlər də çox düşən məsələlərdəndir. Və çayın su sərfi nədir? İlk olaraq bax hansı anlayışlardan istifadə edirik. Çayın canlı en kəsiyi və bir saniyədə həmin o canlı en kəsiyindən keçən suyun miqdarına deyilir. Baxın, bir də diqqətlə. Çayın canlı en kəsiyindən bir saniyədə keçən suyun miqdarına deyilir. Çayın canlı en kəsiyi budursa, bir saniyədə buradan nə qədər su axdı? Həmin o suyun miqdarı çayın su sərfidir. Və əsasən nədən asılıdır? İqlimdən asılıdır. Q bərabərdir F vurulsun V düsturu ilə hesablanır. Subekvatorial, musson, buzlaq suları ilə qidalanan çayların su sərfi yayda. Niyə yayda? Çünki subekvatorialda, mussonda, buzlaq suları ilə qidalanan çaylarda bolsulluq dövrü nə vaxta düşür? Yaya. Qarışıq qidalanmaya malik mülayim enliklərin çayları isə yazda. Və aralıqda necə idi? Qışda. Aralıq dəniz iqlimində yerləşən çayların su səviyyəsi qışda, yeraltı, bataqlıq və ekvatorial enliklərin çaylarının su sərfi isə il boyu dəyişmir. Bunların hər biri özünün də suyu, yəni rütubəti nə vaxt çox qəbul etməyindən də asılıdır ki, yəni məntiqlə də bilmək olar ki, su sərfi nə zaman bol olar, su sərfi nə zaman çox olar. Suyun çox olduğu dövrdə. Gəlirik çayın meylliliyinə. Çayın meylliliyi nədir? Çayın düşməsinin uzunluğuna olan nisbətidir. Amma burada da biz artıq yeni bir termindən rastlaşırıq ki, düşmə. Bəs düşmə nədir? Çayın mənbəyinin hündürlüyündən, ikisi də M olur, çıxırıq mənsəbinin hündürlüyünü. Alırıq düşməni. Düşmə. Aha. Və indi bizdən çayın meylliliyi istəyir. Çayın meylliliyi düşmənin çayın uzunluğuna olan nisbətidir. Biz yuxarıda çayın su sərfi haqqında keçdik. Amma burada artıq çayın meylliliyindən danışılır. Bu çayın su sərfi imtahanda daha az görünən məsələlərdəndir. Amma çayın meylliliyi daha çox görünən məsələlərdəndir. Hansı ki, bunu fərqli üslubda verirlər. Yəni çayın meylliliyini verir, düşməni istəyir və yaxud da əksinə uzunluğu verir, çayın düşməsini verir, meylliliyi istəyir. Yəni fərqli-fərqli formalardadır. Çayın meylliliyi relyefdən daha çox asılıdır. Yəni istənilən bir çay əgər dik sıldırımlı bir yerdən axırsa, təbii ki, onun meylliliyi də çox olacaq. Dağ çaylarında meylliliyi çox olduğuna görə sürəti də yüksək olur. Yəni əgər biz hər hansı bir yamacdan, dik yamacdan daşı yuvarlaqlaşdırsaq, yəni oradan atsaq, dik yamacdan düşən daş daha tez düşər, yoxsa düzən, yəni meylliliyi az olan yerdən düşən daş daha tez düşər? Çayda belədir. Meylliliyi harda çoxdursa, orada daha sürətli axır, harda daha azdırsa, oradan daha
aşağı sürətlə axır. Və əsasən dağ çaylarının meyilliyi çox olur və bu çaylara Kolumbiya, Kolorado, Amerika çayları, Amudərya və Sırdərya Asiyanın çayları daxildir. Gəldik çay eroziyasına. Bu eroziya sözü ilə biz əvvəllər də qarşılaşmışıq. Hansı ki, yuyulma, yeyilmə deməkdir. Çay eroziyası çayın dağıdıcı fəaliyyətidir. Eroziya da iki yerə bölünür. Dib eroziyası, yan eroziyası. Dib eroziyası daha çox yüksək axın sürətinə malik olan dağ çaylarında olur. Və bu mövzunu biz nə ilə bağlayırıq? Meyilliyi ilə. Əgər çayın meyilliyi çoxdursa, çay daha yüksək yerdən axırsa, yəni daha meyilli şəkildə axırsa, deməli çayda hansı eroziya çox olacaq? Dib eroziyası. Çünki o yanları yumağa, yəni götürməyə güc sərf eləyə bilmir. Yalnız öz dibini dərinləşdirir. Yan eroziyası əksinə artıq onun çox sürəti yoxdur və əsasən bir yerdən sakit-sakit axır və haranı yuyub götürə bilər? Kənarların yuyacaq götürəcək. Və dib eroziya yüksək olan çaylar yenə də Kolumbiya, Kolorado, Vəlvələ çay, Qusar çay, hansı ki Azərbaycan çaylarındandır. Bunlar daxildir. Və burada davamı da göstərilib Qudyal çay, Qubadan keçən Amudərya, Sırdərya. Deməli, yan eroziya axın sürəti zəif olan düzənlik çaylarında müşahidə olunur və bunlara Volqa, Kür, Nil, Peçora, Mississippi aid olunur. Meandr daha yuxarıda olan şəklimizdə kiçik də olsa izah eləmişdim. Meandr nədir? Meandr özü əyrilik deməkdir və düzənlik çaylarında axım sürəti zəif olduğuna görə çaylar qarşısına maneə rast gələndə onu yarıb keçə bilmir. Məhz buna görə də yanından ötməyə çalışır. Beləliklə alınan əyriliklər, burada da şəkillərdə də görünür, həmin o yaranan əyriliklər meandr adlanır. Yəni meandr əyri-üyrü dərələrdir. O zaman çayların kənarlarında axmaz göllər yaranır. Onun sxemini burada görürük. Əgər çay belə axırsa, nə zamansa burada daşqın baş versə və yaxud da çay sürətlənsə, artıq qarşısındakı maneəni kəsib keçə bilir deyə bu yerdə qalan hissə axmaza dönəcək. Və buna Azərbaycanda da bir çox çay var ki, öz axmazlarını yaradır və əsasən də Kür çayının axmazlarına rast gəlirik. Bunlara Sarısu, Ağgöl, Hacıqabul, Mehmangöl, Candargöl və s. aiddir. Bir də çayın kanyonları var. Hansı ki dib eroziyanın nəticəsində daha çox baş verir. Kanyon dar və dərin dərələrə deyilir. Kanyonun yaranması üçün yumşaq süxurlar olmalıdır. Ərazi meyilli olmalıdır. Çayın yüksək axın sürətinə malik olması lazımdır. Deməli əsas düz 3 şərtimiz var. Yumşaq süxur, meyilli ərazi, çayın yüksək axın sürəti. Və bu çaylar yenə də Kolumbiya, Kolorado, Azərbaycanda isə Böyük Qafqazın şimal-şərq yamaç çaylarını göstərə bilirik ki, bunlara Qusar çay, Qudyal çay, Vəlvələ çay aiddir. Və biz son 3 mövzuda eyni çayların adını çəkdik. Deməli, meyilliliyin, kanyonların yaranmasının, meandrların yaranmasının, eroziyanın çox olmasının ən çox rast gəlindiyi çaylarımız hansılardır? Kolumbiya, Kolorado, Amudərya, Sırdərya, Azərbaycanda olan Vəlvələ çay, Qusar çay, Qudyal çay və s. və ilaxır. Bu da kanyonun şəkli. Bu Kolorado kanyonudur. Dünyanın ən dərin kanyonlarından sayılır. Növbəti assosiasiyamız eroziya bazisidir. Eroziya bazisi nədir? Çay öz dərəsinin töküldüyü hövzənin dərinliyinə qədər dərinləşdirə bilər. Yəni, əgər çay gəlib bir dənizə tökülürsə, o maksimum bu töküldüyü yerə qədər oranı dərinləşdirə, eroziyaya uğrata bilir. Gəlib töküldüyü hissədə artıq heç bir eroziya prosesi baş verə bilməz. Əksinə, akkumulyasiya baş verə bilər. Və bu hissə nə adlanır? Eroziya bazisi. Məsələn, okeana tökülən çaylar öz dərəsini 0 metr hündürlüyə qədər dərinləşdirə bilir. Çünki okean səviyyəsi nə qədərdir? 0 metr. Bunlara aid Dnepr, Niger, Amur və s. Eroziya bazisi Qara dəniz olan çaylara Dunay, Dnepr daxildir. Əgər çayın eroziya bazisi qalxarsa, çayın düşməsi də azalar. Və eroziya bazisi dünya okean səviyyəsində yerləşən çaylar əsasən okeanlara, dənizlərə, körfəzlərə tökülən çaylardır. Yəni,
dünya okeanın hissələrinə tökülən çaylar. Dünya okeanı səviyyəsindən aşağıda yerləşən çaylar, okean səviyyəsindən daha aşağıda olan hövzələrə tökülən çaylardır. Məsələn, Xəzər bildiyimiz kimi -27, -28 metrə qədər dünya okean səviyyəsindən daha alçaqda yerləşir və bura tökülən çaylar okean səviyyəsindən aşağıda yerləşən çaylara daxildir, yəni eroziya bazisi. Bunlara Volqa, Ural, Emba, Kür, Sulak, Terek, Atrek və sair kimi çayları daxilləyə bilərik. Bir də dünya okeanından yuxarıda yerləşən çaylar var ki, bunlarsa daha çox dağ göllərinə, hündürlükdə yerləşən göllərə, çaylara tökülən başqa çaylardır ki, Amudərya, Sırdərya, Eyli, Arpaçay, Naxçıvan çay bura daxil olur. Gəlin buna da baxaq, bu sxemə, hansı ki çay axdığı yerdə, baxın, eroziyadan əvvəl bu hissə belə olub, düz olub. Və axa-axa eroziya nəticəsində buranı nə edir? Uyur, eroziyaya məruz qoyur və belə bir əyrilik yaradır. Və çay yatağı eroziyadan sonra bu dərinliyə qədər gəlib çata bilir. Gəldik əsas məsələlərdən birinə, hansı ki sıxlıqdır. Çay şəbəkəsinin sıxlığı nədir? Çayın ümumi uzunluğunun ərazinin sahəsinə olan nisbətinə deyilir. Sadə tərifi var. İlk olaraq uzunluq, daha sonra sahə. Uzunluğun sahəyə olan nisbətidir. Çay şəbəkəsinin sıx olmasının səbəbi də meylliliyin çox, rütubətin kifayət qədər olmasıdır. Bəs şəlalə nədir? Dağ çayının bərk və yumşaq süxurlarının növbələşdiyi ərazidən keçərsə, yaratdığı relyef formasıdır. Baxın, çay keçdiyi yerdə əgər altında yatan süxur bu hissədə daha bərkdir, bu hissədə daha yumşaqdır. Nə olacaq? Bərk hissəni yuya bilmir, olduğu yerdə qalır. Yumşaq hissəni yuya bildi deyə dərinləşdirdi və beləliklə hündürdən axan çay nəticə etibarında nə yaradır? Şəlalə. Çayda şəlalənin olması bərk süxurların olması ilə izah olunur. Dediyim kimi, əgər həmin hissədə bərk süxur varsa, bərk süxuru yeyə bilmir, eroziya uğrada bilmir. Yumşaq süxuru eroziya uğradır, bərk süxurun üzərindən axan çay şəlalə yaradır. Və Niagara çayı üzərində Niagara, Parana üzərində Iguasu, Zambezidə Victoria, Kongoda Livingstone, Stanley, daha sonra Tugela çayı üzərində Tugela, Orinoco çayında Angel şəlalələri ən məşhur şəlalələrdəndir ki, və bunlara Azərbaycanda da rast gəlmək olur ki, Bəlbələ çay üzərində Afruca, Dəmirəparan çayı üzərində Mucuk şəlaləsi yerləşir. Gəldik gətirmə konuslarına. Çayın dağdan düzənliyə çıxdığı yerdə yaranır. Baxın, gətirmə konuslarını delta ilə fərqləndirmək lazımdır. Çay axdığı yerdə ətrafına daim süxurlar toplayır. Yəni gətirmə konuslarını öz ətrafına toplayır. Öz gəldiyi yerdən, hər hansı bir dağdırsa, gəldiyi yerdən aşındırır və gətirir aşağıya doğru. Gətirdiyi yerlərdə ətrafında yaratdıqları, ətrafında yığdıqları gətirmə konuslarıdır. Amma əgər gətirib töküldüyü yerdə də tökürsə, bu artıq delta olacaq. Bu gətirmə konusu deyil. Və Azərbaycanda ən böyük gətirmə konusları Qanlı-Xəyri çay, Qazax-Qarabağ, Küdrə-Şirvan fiziki coğrafi rayonlarında geniş sahədə yayılıb. Gəldik alluvi anlayışına. Alluvilər nədir? Çayların gətirdiyi çöküntülərin adlarıdır. Yəni, hansı ki biz dedik ki, delta yaranan yerdə və yaxud da gətirmə konusları yaranan yerdə çay özü ilə bəzi süxurları gətirir, çöküntüləri gətirir. Həmin çöküntülər alluvi və yaxud da alluvial çöküntülər adlanır. Gətirib yığılan yerlər, düzənliklər, alluvial düzənlik adlanır və adətən də ovalıqlara uyğun gəlir. Delta ilə gətirmə konusu arasında olan oxşar əlamət də alluvial çöküntülərin toplanmasından yaranmalarıdır. Bir də axımın tənzimlənməsi anlayışı var ki, yəni nə zaman axım tənzimlənər, nə zaman çaya axımı tənzimlən deyərik. Əgər bir çayın üzərində su anbarı yaradılıbsa, bəndlər yaradılıbsa, deməli həmin çayın axımı tənzimlənir. Bu çaylara Kür, Kolumbiya, Volqa, Fərat, Sırdərya, İli, Narın kimi bir çox çaylar daxildir. Bu sxemdən də görə bilərik ki, ilk olaraq mart ayında bu qədər çox
səviyyəsi olan, daşa bilən çay tənzimlənəndən sonra artıq demək olar ki, hər zaman eyni axır. Aha. Gəldik terras anlayışına. Terras anlayışı dib və yan erozyanın ardıcıl növbələşməsindən yaranır. Baxın burada sxemə. Çay axdığı yeri zamanla dərinləşdirib. Əvvəllər daha yüksəkdən axmış olub və mərhələ-mərhələ burada yaratdığı həmin o hissələr adlanıb nə? Terras. Ən başda dediyimiz kimi su toplayıcı hövzə və su ayırıcımız var idi. Bir də deyək ki, su toplayıcı hövzə nədir? Hər bir çayın qolları ilə bir yerdə tutduğu sahə onun su toplayıcı hövzəsi adlanır. Bu əraziyə düşən bütün yağıntılar həmin çaya onun qollarına axır. Çay hövzəsini bir-birindən ayıran şərti xətt su ayırıcı adlanır. Bir də yenidən izah etməyə ehtiyac yox deyə düşünürəm. Sadəcə şəklinə baxaq. Burada Amazon çayının su toplayıcı hövzəsini və su ayırıcısını görürük. Kənarlar onun su ayırıcısıdır. Çayların hidroqraflarına baxaq. Məsələn, şimal subekvatorial, buzlaq və yaxud da musson iqlimində olan çaylarda adətən yay aylarında yağıntılar bol olur və qış aylarına yağıntı çox az olduğuna görə, yəni çayın suyu yayda çox, qışda az olur. Burada isə qarışıq qidalanan çayın sxemini görürük ki, demək olar hər zaman daşma və yaxud da daha az səviyyədə olma ehtimalı var. Ən çox da yaz və payız aylarında bol sulluq dövrü rast gəlinir. Və bu cənub subekvatorial və şimal Aralıq dənizinə aiddir ki, bildiyimiz kimi bu sxemi görürüksə, ya şu Aralıq dənizinə aiddir. Təbii ki, çaylarda bu iqlim qrafiki deyil. Çünki çayda Aralıq dənizində qışda su, bol sulluq çox olur. Həmçinin cənuba aid olduğuna görə də, yəni cənubda bu yayı göstərdiyinə görə yayda yenə də su bol olur. Növbəti olaraq ekvatoriala baxırıq. Ekvatorialda görürük ki, daim su eyni qalır, yəni bol sulluq hər zaman var. Burada belə bir xəritələrimiz var. Bunlara da nəzər salaq. Burada Avropanın çaylarını görürük. Avropanın əsas çayları Dunay, Dnestr, Dnepr, Visla, Odra, Elba, Reyn. Bu PDF-i ehtiyac olan yorumlarda yazar, qeyd eləyər. Əsas çaylarımız bunlardır. Yəni ən çox imtahanlarda adı görünən çaylardan. Don, Volqa. Belə saxlayım. Baxmaq istəyən baxsın. Belə. Bir adlarını çəkməyə məncə ehtiyac yoxdur. Burada Asiyanın çaylarını görürük. Asiyanın çayları. Hansı ki Amudərya, Sırdərya, Hind, Qanq çay rejimlərinə görə, hara töküldüklərinə görə ən çox imtahanlarda istifadə olunan çaylardandır. Amur, Lena. Bu çayların ardıcıllığı daim imtahanlarda istənilir. Kalama. Hansı okeana tökülməsinə görə çaylar fərqləndirilir. Şimali Amerikanın çaylarından Kolumbiya, Colorado, bayaq da gördüyümüz kimi daha çox adı çəkilən çaylardandır. Rio Grande və Missouri çaylarının hara tökülməsinə dair daim imtahanlarda suallar olur. Cənubi Amerika çaylarına gəldikdə əsas çayı Amazondur. Parana çayı ən çox istifadə olunan çaylardan biridir və haraya tökülməsi daim suallar arasında olur. Gəldik Afrikanın çaylarına, dünyanın ən uzun çayı Nil, Niger, Senegal çayı, hansı iqlimdə yerləşdiyinə dair suallar verilir. Kongo, Limpopo, Oranj çayı, hansı ki uşaqların çoxu bu Oranj çayının harda olduğunu bilmir. Və Avstraliyanın çaylarıdır ki, ən az çaya malik olan, quraq iqlimə malik olan Avstraliya, Darling də Murray'in bir qoludur. Və gəldik göl mövzusuna. Bəs göl nədir?
Göl yer səthində təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Baxın, təbii qapalı çökəklik deyilir. Məsələn, əgər biz öz məhəlləmizdə gəzərkən yerdə su çuxuru görürük, o çuxura göl deyə bilərikmi? Təbii ki, xeyr. Çünki həmin o suyun yığıldığı çökəklik təbii qapalı çökəklik deyil. Orda su keçirən suxurun olması artıq onda gölün yaranmasına mane olur. Yəni gölün yaranmasından ötürü su keçirməyən suxurun olmağı vacibdir. Və əgər gölün yarandığı yerdə su keçirən deyil də, su keçirməyən suxur varsa, həmin yerdə su qalacaq, tədricən yığılacaq və göl yaradacaq. Tərkibi isə iqlim şəraitindən, yeraltı sulardan, çaylardan asılı olur. Göllər axarlı və axarsız olmaqla iki yerə ayrılır ki, əgər göldən çay axırsa, yəni çay başlayırsa axarlı, yox əgər göldən sadəcə ona çay tökülür və heç bir çay başlamırsa, axarsız çay adlanır. Axarlı göllər suyun kimyəvi tərkibinə görə də axarsız göllərdən fərqlənir. Çünki daha çox şirin sulu olurlar. Çünki orada su mübadiləsi daim gedir. Dünyanın şirin sulu göllərinə böyük göllər Amerikada yerləşir. Şimali Amerikada Atabaska, Titicaca, Victoria, Tanganyika, Baykal və sair kimi göllər. Azərbaycanda da Göygöl, Böyük Alagöl, Candar göl, Qaragöl, Maral göl, Vatabat kimi göllər daxildir. Və yağıntının bol olduğu ekvatorial və mülayim illiklərdə şirin sulu göllərə daha çox rast gəlinir. Axarsız göllər isə adətən duzlu, şor sulu olurlar. Dünyanın ən duzlu göllərinə Ölü dəniz 42 promilli duzluğu ilə tanınır. Assal Afrikanın ən alçaq nöqtəsi sayılır. Elton, Baskunçak, Eir Avstraliyanın ən alçaq yerlərindən. Respublikamızda isə Binəqədi, Masazır, hətta Masazır gölünü Qırmızı göl də adlandırırlar şor duzluğuna görə. Acınohor, Sarısu, Hacıqabul, Ağgölü də nümunə göstərə bilərik. Sahəsinə görə dünyanın ən böyük duzlu gölü isə bizim Xəzər dənizimizdir. Böyüklüyünə görə onu dəniz adlandırsalar belə, Dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur. Çay tökülsə də ondan heç bir çay axmır və axarsız göllərdəndir. Xəzərə 130-a qədər çay tökülür. Bunlara Volqa, Ural, Terek, Sulak, Kür, Samur və sair çayları daxildir. Okean səviyyəsindən -27 metr aşağıda yerləşir. Ən dərin yeri birinci yerdə Lənkəran çökəkliyi, ikinci yerdə Dərbənd çökəkliyidir. Dərinliyinə görə yalnız Baykal və Tanganyika göllərindən geri qalır. Göllər təsərrüfat məqsədi ilə də geniş istifadə olunur. Gələk göllərin təsnifatına. Göllər əsasən mənşəyinə görə təsnif olunur ki, bunlara tektonik, buzlaq, uçqun, vulkanik, axmaz, karst və eol göllər daxildir. Biz burada mənşəyinə görə deyirik. Sadəcə nəzərə almalıyıq ki, mənşəyinə görə deyildikdə gölün çuxurunun mənşəyinə görə nəzərdə tutulur. Yəni ki, gölün suyu eyni sudur. Yəni onun mənşəyi, suyun mənşəyi fərqli olmur. Göl çuxuru mənşəyi fərqli olur. Vulkan nəticəsində mi yaranıb, tektonik nəticəsində mi yaranıb, axmazdırmı, karstdırmı? Yəni bu tipdə. Və gölün yaranması üçün çökəklik tələb olunur ki, buna da göl çuxuru deyirlər. Bu çuxura su toplanır, göl yaranır. Birinci olaraq danışaq tektonik göllərdən. Tektonik göllər dünyanın demək olar ki, çox yerində var. Əsasən də elə tektonik proseslərin nəticəsində yaranan göllərə rast gəlinir. Yer səthində müəyyən çatlar yaranır. Bu göllərə su dolur, yəni bu yerlərə su dolur və göl yaranır. Buna da aiddir Baykal, Tanganyika əsasən yəni ən çox adları çəkilənlərdəndir. Belə bir sxemə malikdir. Gələk vulkanik gölə. Vulkanik göllər isə vulkan kraterlərində yerləşirlər. Vulkan partlayır. Daha sonra krateri vulkan sönmüş vəziyyətdə olduğuna görə, krateri dərinlik vəziyyətində olduğuna görə su dolur və burada yaranan göl olur vulkanik göl. Və buna da aid eləyə bilərik Qarabağ vulkanik əyalasında olan Böyük Alagöl, Kiçik Alagöl göllərini, hansı ki Böyük Alagöl, daha doğrusu Qarabağ vulkanik yaylasında yerləşən sönmüş vulkanların çuxurlarında yerləşiblər. Burada da belə bir sxemi var. Gəldik axmaz
göllərə. Axmazı az öncə çaylar mövzusunda izah elədik. Zaman keçdikcə çay öz axın istiqamətini dəyişir, köhnə yatağında göl yaranır və uçqun nəticəsində yaranan, hansı ki Nizami Gəncəvinin də öz əsərlərində yer aldığı Göy gölü, Maral gölün nəzərdə tuta bilərik ki, buna uçqun bənd gölləri də deyilir. Güclü zəlzələ, hər hansı bir təkan nəticəsində qaya uçursa, çay dərəsinin qarşısını kəsirsə, çay axa bilmir və orada göl yaranır. Aha. Dedik ki, göllər çuxurunun mənşəyinə görə, su mübadiləsinə görə axarlı, axarsız, duzluluğuna görə şirin, şor, suyunun mənşəyinə görə isə qalıq relikt və atmosfer yağıntıları ilə qidalanan göllərə təsnif olunur. Qraben göllərimiz var. Ensiz, uzun, dərin olurlar. Əsasən Baykal, Tanganika, Nyaza, Rudolf və Albert gölləri bura daxildir. Tektonik göllərdən Viktoriya, Xəzər, Çad, Aral, Balxaş adını çəkə bilərik. Baxın, Xəzər də tektonik göl sayılır. Ümumiyyətlə Alp-Himalay qurşağında olduğuna görə və Qafqaz dağlarının bir çox hissəsinin Xəzər dənizində çökdüyünə görə Xəzər tektonik göllərdəndir. Vulkanik göllərə İşıqlı Qaragöl, buzlaq göllərinə, yəni buzlaq mənşəli göllərə Ladoqa, Onega, Venerin, Vetterin, Böyük Ayı, Böyük Kölə və əsasən də fikir verirsə şimalda, yəni 66,5 dərəcədən şimalda olan yerlərdə yerləşən göllərdir. Axmazlara Candar, Sarısu, Hacıqabul, Ağgölü, Uçquna Maral gölü, Göygöl, Tana, Sares bu kimi gölləri daxil edə bilərik. Buzlaq göllər Şimali Amerika və Avrasiyada 4-cü dövr buzlaşmasından sonra yarananlardır. Məsələn, Taymır, Kola, Skandinaviya yarımadalarında yerləşirlər. Şirin sulu və şor sulu göllər dedik. Şirin sulu göllər daha çox axarlı göllərdir və bunlara Baykal, Ladoqa bu tipdə olan göllər daxildir. Şorsulu göllər isə axmaz, daha doğrusu axarsız göllərdir ki, buradan heç bir çay başlamır və suyu şorsulu olur. Burada da qeyd olunduğu kimi Çad, Eyr, Xəzər bu kimi göllər bura daxildir. Və burada kiçik bir nüans qoyulub ki, Xəzər dünyanın ən iri və ən dərin şorsulu gölüdür. Baykal dünyanın ən dərin şirin sulu gölüdür. Böyük göllər, yuxarı göl dünyanın ən böyük şirin sulu gölüdür. Burada sadəcə regionlara görə, materiklərə görə gölləri ayırıblar. Avropada göllər çoxdur. Sahəsinə görə fərqlənən iri göllərdən Ladoqa və Oneganı Rusiyaya aiddir. Venerin, Vetterini İsveçə aiddir. Sayma, Inari Finlandiyaya və Balaton gölüdür ki, Macaristana, Boden Almaniya, Cenevrə, Fransa və İsveçrənin sərhəddində misal göstərmək olar. Və göllərin əksəriyyəti axarlı şirin suludur. Çayların rejiminin tənzimlənməsində böyük rol oynayır. Skandinaviya yarımadasında və düzənliklərdə yerləşən göl çəkəklərinin əksəriyyəti buzlaq və tektonik mənşəli göllərdir. Əsasən də Qarda gölü var ki, bir çox abituriyentlərin yerini bilmədiyi, amma imtahanlarda bir neçə dəfələrlə salınan göllərdəndir. İtaliyada yerləşir, ən çox da harda yerləşdiyi soruşulur. Alp dağlarının cənubundadır, buzlaq tektonik çəkəkliyində yerləşir. Qardanın məşhur Milan, Venesiya turizm bazaları arasında yerləşməsi isə gölün sahillərində əyləncə, şor, məşhur moda nümayişdən keçirilməsinə imkan verir. Avropanın cənubuna doğru göllərin sayı azalır. Çayların məcralarında axmazlar, dərin dəniz sahilində laqunlar, Pirney, Appenin və Balkan yarımadasında karst gölləri mövcuddur. Karst gölləri isə yerin altında, yəni suxurların yumşaq olması nəticəsində, su keçirən, su nəticəsində əriyən olması nəticəsində yaranan göllərdir ki, Avropada regionlar üzrə su təchizatının müxtəlifliyi ölkələrin əksəriyyətinin iqtisadiyyatına öz təsirini göstərir. Asiyaya gəldikdə Asiyanın iri göllərinə Aral, Qazaxıstan, Özbəkistan sərhədində, Baykal, Taymır Rusiyada, Balxaş Qazaxıstanda, İssikkul Qırğızstanda, bunların yerləri mütləq şəkildə bilmək lazımdır. Ən çox istifadə olunan göllərdəndir Asiya göllərindən. Urmiya, Kukunor gölü, Lobnor, Van, Tuz, Xubsugol,
Həmçinin Xəzər dənizi Asiyanın ən dərin xor çəkəkliyindəki ölü dəniz hesab olunur. Burada göllərin xəritəsi var. Bir də baxaq. Dəyərli müəllimimiz Osman Eminovun tərtib etdiyi xəritədir. Və gəldik Şimali Amerikanın göllərinə. Göllərin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. Ən böyükləri Böyük Yayı, Böyük Kölə, Winnipeg, Atapaskadır. Tektonik və buzlaq mənşəlidirlər. Şimali Amerikanın böyük gölləri dünyada ən böyük şirin sulu göllərdir və tərkibinə 5 göl daxildir. Hansı ki biz bu 5 gölün yerlərini bilməyik ki, imtahanda sxem kimi qabağımıza çıxanda biz onun yerlərini tapa bilək. Bu göllər qrupu Müqəddəs Lavrent çayı vasitəsilə Atlantik okeanına birləşir. Qışda donmurlar, hər birinin özünə məxsus xüsusiyyətə malikdir. ABŞ və Kanada iqtisadında mühüm rol oynayırlar. Sahilləri əhalinin sıx məşğullaşdığı ərazilərdəndir. Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm baxımından da əhəmiyyətlidir. Gəlin həmin göllərə baxaq, yaxınlaşdıraq. Görürsüz, yuxarı göl burada, Huron ortada, Michigan kənarda, sanki bir quyruq kimi, Erie, Ontario qıraqda 2 kənarda. Belə. Gəldik Cənubi Amerikanın göllərinə. Cənubi Amerikanın gölləri o qədər də çox deyil, iri gölləri yoxdur. Sahəsinə görə ən böyük gölləri Maracaibo və Titicaca'dır. Hansı ki Titicaca gölü dünyanın ən hündür dağ göllərindəndir. Çox yüksəkdə yerləşdiyinə görə həmişə suyu soyuq olur. Gölün ətrafında Cənubi Amerikanın endemik heyvanı olan lamaya, yəni alpaqa rast gəlinir. Maracaibo gölü isə materikin şimalındadır. Ensiz Dayaz kanal vasitəsilə Venezuela körfəzi və Karib dənizi ilə birləşsə belə, yenə də göl adlanır. Cənubi Amerikanın ən iri göllərindəndir. Burada Maracaibo gölünün yerini görürük və Titicaca, Popo ən dərin tektonik göllərdəndirlər. Salinas Chicas. Bunu da qeyd edeyim ki, hal-hazırda Salinas Chicas Cənubi Amerikanın artıq ən dərin nöqtəsi olmaqdan çıxıb. Afrikanın gölləri, Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqində yerləşir. Bəs niyə şərqində? Çünki şərqdə Şərqi Afrika tektonik qırılma zonası yerləşir və həmin bu zonada da çoxlu qrabenlər olduğuna görə, sınmalar olduğuna görə çatdara sular dolub və dərin, ensiz göllər yaradıb. Misal olaraq dünya dərinliyinə görə Baykaldan sonra ikinci, Afrikansı ən dərin göl olan Tanganika gölünü, ondan cənubda yerləşən Nyasanı göstərmək olar. Platformanın əyilmə zonasında yaranan Afrikanın sahəsinə görə ən böyük, lakin nisbətən dayaz gölü Viktoriyadır. Burada da göllərin demək olar hamısı şirin suludur. Böyük Səhranın cənubunda nəhəng kəmar çəkəklikdə Çad gölü yerləşir. Geoloji keçmişdə Böyük Səhrada mövcud olan böyük bir gölün qallığı olduğu güman olunur. Dərinliyi 7 metrdir. Bunları çox da öyrənməyə ehtiyac yoxdur. Sadəcə yerlərin bilək, hansı mənşəli olduğunu bilək, şirin sulumu, şor sulumu, hansısa çay başlayırmı, hansısa çay tökülürmü, bunları bilsək bizə yetərlidir. Və xəritədə baxaq. Göründüyü kimi Afrikanın şərq hissəsi, şərq sınma zonası göllərlə boldur və şirin sulu göllərlə boldur. Gəldik Avstraliyanın göllərinə. Avstraliyada çaylar çoxalsa belə, az olsa belə, göllər çoxdur. Onların çoxu axarsız və duzludur. Böyük bir hissəsi yalnız yağış yağandan sonra su ilə dolur. Şirin sulu gölləri çox azdır. Materikin ən böyük gölü Eyerdir, hansı ki mərkəzi ovalıqda okean səviyyəsindən 16 metr aşağıda yerləşir. Göl çəkəkliyinə görə çoxlu sayda kriklər axır. Krik nə idi? Axarkən sona, yəni getdiyi yerə çata bilməyənlər, getdikcə quruyur. Və bunlara Cooper Air aiddir və qırıq-qırıq xətlərlə verilir belə çaylar. Quraq dövrdə gölün sahəsi kiçilir. Air gölü Air Nod və Air South göllərindən ibarətdir. Yağışlı dövrdə kriklər dağlardan çoxlu su gətirir. Göl vahid bol sulu sulara çevrilir. Ən rütubətli illərdə də 15.000 kvadrat kilometrə qədər sahəyə gələ bilir. Bunları da keçək və baxaq xəritəmizə. Göründüyü kimi burada Air, burada Torrens gölü, Gardner gölü və kiçik-kiçik göllərə rast gəlinir. Olduqca boldur gölləri. Gordon gölü də buradadır, Tasman adasında.
Və bu qədər göründüyü kimi. İzlədiyiniz üçün təşəkkür edirəm.